Xəbər verdiyimiz kimi aprelin 23-ü İstanbulda ardıcıl zəlzələlər və 200-dən çox avtoşok qeydə alınıb. Bəs görəsən bundan sonra Türkiyədə daha güclü zəlzələ baş verə bilərmi? Məsələ ilə bağlı News 24 azı danışan ekoloq Ənvər Əliyevin sözlərinə görə Türkiyədəki zəlzələlər gözlənilən idi. O ərazilər həddindən artıq ciddi şəkildə seysmoloji baxımından olduqca narahat ərazilərdir və Aralıq dənizi akvatoriyası bir hissəsi də hansı ki o Mərmərə dənizidir. Oralar zəlzələ yönümlü sahələrdir. Orada hər dəqiqə zəlzələnin olmağı tam belə deyək də sortalanmayıb heç kəs o barədə. O ki qaldı ki, bundan sonraki necə olacaq onu heç kəs deyə bilməz. Ola bilər yenidən olsun, ola bilər bir ildən sonra olsun, ola bilər 50 ildən sonra olsun. Hər halda o nəhəng iki dənə plitanın Afraziya şimalda, cənubda isə Afrika və Ərəbistan litosfer havalarının toqquşma xəttidir. Orada belə zəlzələlərin olmağı o cümlədən bizdə də bax bu labiddir. Bundan biz də nəticə çıxartmalıyıq. Amma hələlik bizim ərazimizdəki bu zəlzələlərin olmaq ehtimalını mən də deyə bilmərəm. Bu çox çətin məsələdir. Ancaq istənilən vaxt ola bilər. Amma mən inanıram ki, bunun sığortalanmağı yeganə yoludur ki, çox gözəl layihələndirilmiş binalar tikmək, seysmoloji baxımdan tibb zonaya müvafiq olan binalar tikmək, çox hündür binalara mənə gəlir ki, yer vermək lazım deyil. Sonra binaları bir-birindən kənarda, bir-birini domino effekti ilə yıxmamaq şərti ilə ki, gələcəkdə hamısı belə seysmoloji baxımdan yüksək təcrübəsi olan ölkələrin təcrübəsindən istifadə etməklə sığortalanmaq olar. Biz də Alp dağlarından ta İndoneziya qədər olan bizim yer kürəsinin seysmoloji baxımdan aktiv 3 zonasından birində yerləşdiyimizə görə bax bu zəlzələlərdən sığortalanmamışıq.